Salam hörmətli tamaşaçılar, bir daha sizi xoş gördük. Bu günləri sizinlə alışdırma ilə bağlı problemlərin həllində nə lazımdır, nə etmək lazımdır, onunla bağlı məlumatlar verəcəm. Gəlin görək, alışdırma nə deməkdir, nə üçün alışdırma üçlüyü bizə lazımdır. Yəni, alışdırma üçün lazım olan əsas ionizasyon çubuğu, alışdırma elektrodları və alışdırma bloku. Bunlar haqqında ətraflı məlumat vermək istəyirəm. Gəlin görək, alışdırma bloku, ionizasyon çubuğu və elektrodlar, alışdırma elektrodları nə üçündür? Kombidə ardıcıllıqla gedən bir prosesdə əsas bu üç hissə saydığımız ionizasyon çubuğu, ateşlənmə bloku və alışdırma şamları, bunlar böyük rol oynayırlar. Anakartdan məlumat alan dövriyyə nasosu, fan dövrəyə qoşulduqdan sonra alışdırma üçün lazım olan şəraitin yaradılmasına nəzarət edən prosestat işə qoşur. Prosestat işə düşdükdən sonra ateşləmə blokundan ateşləmə elektrodlarına xəbər göndərilir. Onlar da eyni zamanda qazdan çıxan qazı alışdırmaq üçün yanma kamerasında alışdırmanı gerçəkləşdirirlər. Yəni, alışdırma elektrodları yalnız və yalnız anakartdan məlumat alandan sonra qazdan çıxan qaz valfından çıxan, qaz kranından çıxan qazı alışdırmaq üçün yanma kamerasında alışdırmanı gerçəkləşdirir. Alışdırma elektrodları bildik ki, alışdırmanı gerçəkləşdirmək üçündür. Yəni, bu zaman alışdırma elektrodları alovlanmanı təşkil elədi, alovlanma baş verdi və bu zaman ionizasyon çubuğu alovu hiss eləyərək artıq alovlanmanın davamlı işləməsini təmin edir. Yəni, o ateşləməni durdurur və kombi ardıcıl olaraq işləyir, ta ki, istiqamət dəyişməyənə kimi. Yəni, isti sudan radiatora, ya radiatordan isti suya keçid nöqtələrinə kimi. Burada gördüyümüz kimi ardıcıllıqla, məsələn, tutaq ki, fan, prosestat, ateşləmə bloku, ateşləmə elektrodları, ionizasyon çubuğu və anakart burada mühüm rol oynayır. Anakartdan məlumat ötürülür, dövriyyə nasosu işləyir, fan işləyir, prosestat yanmış qazın bayıra ötürülməsini, təmiz havanın içəri daxil olması üçün təmiz şərait yarandığını bildirir, prosestat və bundan sonra başlayır ateşləmə çubuqları ateşləməni. Yəni, burada ateşləmə çubuqları niyə önəmlidir? Yəni, bu alışdırmada bu əsas 3 dənə bu hissə çox önəmlidir. Yəni, ateşləmə elektrodlarında problem olarsa, ya da ateşləmə blokunda problem olarsa, alovlanma olmayacaq. Yəni, istər prosestat da sağlam olsun, istər qaz valfı da salamat olsun, alışdırma blokundan alışdırma şamlarına məlumat ötürülməyincə orada alışma getməyəcək. Bu da nə zaman olur? Burada yəni ya alışdırma blokunda, ya da ki, elektrodların özündə, ya da ki, o gedən xətlərin, kabellərin özündə problemlər olur. Ola bilər, anakartdan gəlirsə, lehimdən qopa bilər, ya da hər hansı bir səbəbdən qırdıq ola bilər və yaxud da ki, o birləşən yerində, alışdırma şamlarına kabel birləşən yerində orada da problem ola bilər və daha doğrusu elektrodların özündə də problem ola bilər. Əgər onlarda çirklik varsa, üstündə ərf varsa, onları mütləq təmizləmək lazımdır. Yəni, bunu bu cür başa düşdük. Və ionizasyon çubuğu. Ionizasyon çubuğu nə üçündür? Ionizasyon çubuğu alışdırma şamlarından sonra yanmış qazı hiss eləyir, yəni istiliyi hiss eləyir və bu zaman ateşləməni, yəni o çık-çık-çık deyir, o elektrodların səsini kəsir. Yəni, artıq qəbul edir ki, mən istiliyi aldım və hər şey axarınca davam edir. Yəni, burada da problem ola bilər. Yəni, alışdırma şamlarından sonra dövrəyə girən ionizasyon çubuğu nasaz ola bilər, yəni alovu hiss edə bilər. Bu da nə vaxt ola bilər? Yəni, ionizasyon çubuğunun ucu çirklənərsə və o alovu hiss eləyə bilməzsə, onda bu hal baş verir. Ona görə də ionizasyon çubuğunun ucunu təmiz saxlamaq lazımdır ki, belə hallarına rast gəlməyək. Yəni, çox olur, bir çox hallarda, yəni, alışdırma şamları ateşləməni verir, alovlanma gedir, ancaq ateşləmə davam edir və səbəb burada ionizasyon çubuğu kimi görükür. Yəni, niyə? Dediyimiz kimi, o alovu hiss edə bilmir, ateşləmə davam edir, bir neçə dəfə sönür, yanır, təkrar sönür, yanır, sönür, yanır.
Ta o vaxta kimi artıq o say var orada. Həmin o saya gəlib çatanda artıq kombi işləmir və dayanır. Yəni burada gördük ki, ateşləmə davam edirsə, alovlanma davam edib sönürsə, burada artıq ionizasiya çubuğu günahkardır. Onu təmizləyib yerini təzədən qoymaq lazımdır. Sonra ateşləmə bloku. Ateşləmə bloku bəzən anakartların üzərində, bəzən isə kombinin içərisində hər hansı bir gövdəyə bərkidilmiş yerdə olur. Bu da ki, elə bir ki, əlavə bir kabel, iki əlavə kabelin ötürülməsinə problem yaradır. Yəni bir var ki, anakartın özündən 2 dənə elektrodlara gedir, alışdırma şamlardan gedir. Bir də var ki, həm anakartdan ateşləmə blokuna gedir və ateşləmə blokundan da təzədən çıxıb elektrodlara gedir, alışdırma elektrodlarına gedir. Bu da bəzi kombilərdə var, bəzilərində yoxdur. Yəni EZA-da da var, dəmir tökümdə də var bunlar. Bir çox kombilərdə var. Yəni onlar kim görübsə, kim fikir verirsə, onları orada aydın görmək olar. Yəni heç bir problemi yoxdur. İstəyir anakartın üzərində olsun, istəyir kombinin gövdəsində olsun, hər hansı bir yerində bağlansın. Bunun heç bir problemi yoxdur. Sadəcə orada iş görüb eləndə kabellərin əllə dolaşmasında mane olan bir şeydir ki, blok kombinin gövdəsində bərkidilir. Yəni burada aydın məsələdir ki, gördük ki, ateşləmə elektrodları, ionizasiya çubuğu və ateşləmə bloku. Bunlar üçü də alışmaya kömək edən bir hissələrdir. Lakin o demək deyil ki, bunlar üçü alışmaya kömək edir. Xeyr, burada ardıcıllıqla bayaq dediyimiz kimi götürəndə görürük ki, burada alışmamanın baş verməsinə səbəb olan tək bu üç hissə deyil. Bunlardan başqa fandır, bazadır, prosestat da bu işdə fəal iştirak edir. Yaxşı, gəlin bir şey deyək. Fan işləmir, alışdırma vermir. Prosestat işləmir, alışdırma vermir. Bazada tıxanıqlıq olanda alışdırma vermir. Dediyimiz kimi, orada ionizasiya çubuğu, elektrod alışdırma şamları və ateşləmə bloku, bunlar ayrı məsələdir. Bir var ateşləmə ilə bağlı problem, bir də var ki, fan, prosestat və baza ilə bağlı problemlər. Bunlar da aydın məsələ ki, başqa-başqa problem kimi göstərilir. Məsələn, fan problemi olarsa, fan problemi olanda ya baza, ya fan, ya da prosestatdan şübhələnmək olur. Ona görə də həmişə diqqətli olmaq lazımdır. Ardıcıllığa fikir vermək lazımdır ki, ardıcıllıq necə gedir və nə üçün bunlar baş verir. Tutaq ki, anakartdan məlumat aldıq, isti su lazımdır bizə. İsti su ardıcıllığı anakartdan məlumat alındı, axın turbini suyu qəbul elədi və getdi o fan, prosestat, baca, bunlar hamısı hazır vəziyyətdə və gəlir ateşləmə blokuna kimi elektrodlar və ionizasiya çubuğu. Arıcıq bu qayda ilə gedir. İndi dediyimiz kimi 3 dənə hissədən olmayan bir alışma, məsələn, fan, prosestatdan da baş verə bilər. Yəni fan işləməyər, fanda problem olar, fanla prosestat arasındakı silikonlu boruda hər hansı bir problem olar, prosestatın özündə problem olar. Ən çox da fan, prosestat əlaqəsində silikonlu boru problemi çox yaşanır. Ora su dolur, silikonlu borunun harda ki əyri bir xətt var, orada yığılır, qalır və orada keçirməməzlik yaradır. Sorma üfləmə haqq-hesabın, yəni sorma üfləmə əməliyyatın prosestat qəbul edə bilmir. Bu zamanda alışdırma problemi yaşanır. Yəni göründüyü kimi tək o 3 dənə hissə yox, fan da, prosestat da burada günahkardır. Fan yenə dediyim kimi çirklənə bilər, nasaz ola bilər, dircəklərində problem ola bilər, bağlantılarında problem ola bilər, hər hansı bir səbəbdən ola bilər. Prosestatda da yenə kontaktın ağzında problem ola bilər, üfləmə sorma əməliyyatında orada da problem yaşana bilər. Buna görə də bunlara qarşı diqqətli olmaq lazımdır və diqqət verəcəyim şey odur ki, əsas ardıcılığı gözləmək lazımdır. Nədən sonra nə işə düşür və nədən sonra bu baş verir və niyə baş verir və o ardıcılıqla onları izləyib hamısını aşkar eləmək olur. Yəni burada ancaq və ancaq diqqəti yönəltmək lazımdır işin ardıcıllığına. Yəni işin ardıcıllığı hər şeyi bizə başa salır. Yəni düzdür, anakarta kimi gedib çıxmaq məsələsi demirəm, ancaq bu ardıcılıqlara fikir verəndə yüngülvarı da olsa özünüz də görəcəksiniz ki, nə yaradır, niyə bu hal olur, bu niyə baş verir və bu kimi halları özünüz də ayırd edə biləcəksiniz. Yəni adi başda elektrodlardan alışdırma şamlarından götürək, orada niyə ateşləmə vermir, ateşləmə vermirsə ya ateşləmə blokunda problem var, ya da ki
fan prosestat problemi yaşanır burada. Yəni onları da diqqətlə yoxlayıb, fanı söküb ayrıca kənarda, yəni sökmədən də elə bağlantıların çıxardıb ayrı cəryan vermək lazımdır kənardan onun bağlantılarına. Fan işləyirsə, fanda problem yoxdursa və onun sürəti, əsas sürətidir. Sürəti zəif olanda sorma əməliyyatı, ya üfləmə əməliyyatı yerinə yetirilmə biraz zəifləyir. Ona görə də prosestat qoşula bilmir və o da zəif olduğuna görə alışmaya getmir. Yəni bu kimi hal olur. Yəni yenə deyirəm, prosestatda da problem olanda, fanda da baca da önəmlidir. Ən önəmli şeylərdən biri də bacadır. Yəni bunların hamısına diqqət vermək lazımdır. Yenə deyirəm, hər bir şeyin ardıcıllığı sizə hər şeyi deyəcək. Hər hansı bir sorğunuz, hər hansı bir sualınız olub eləsə, yorumlarda yazın, mən də sizə cavab verim. Necə lazımdır, o cürdə köməklik göstərməyə razıyam. Sağ olun.